Jetur Şanxay Avtoshow'da yeni qolunu ilk dəfə müstəqil stenddə təqdim etdi. Marka Dubayda populyarlıq qazanıb və bu avtomobillər lüks segmentə aid olduğu üçün elə əsas hədəf də xarici bazardır. F700 pick-up versiyadır və bir növ kiber üslubda dizayn olunub. Sərgidə təqdim olunan modellər F700, G600, 700 və 900. Nəzərinizə çatdırım avtomobillər super plug-in hibrid 2.0 turbo mühərriklə təchiz olunublar. G900 modeli ən top versiyadır və suda 40 dəqiqə üzmək qabiliyyəti var. Qiyməti $150.000 ətrafında. Siz də Çindən avtomobil sifariş vermək istəyirsinizsə, Fokar şirkəti ilə əlaqə saxlaya bilərsiniz. G700 modelinin uzunluğu 5.20, təkər bazası 3.10, IP68 suya davamlılıq standartı, suda 1.20 dərinliyində 40 dəqiqə üzmə qabiliyyəti. Çində tuning sahəsində tanınan Topfire şirkəti ilə birgə əməkdaşlığı nəticəsində ərsəyə gətirdiyi avtomobil avqust ayında bazara çıxarılacağı gözlənilir. Bazarda rəqibləri Leopard və Tank baza versiyasının Çində $55.000 olacağı proqnozlaşdırılır.